və məsuliyyət böyükdür. Hər bir insan artıq məsuliyyətlə yüklənir. Allahın əmrləri və qadağaları ilə. Əgər biz bunları daşıyarıqsa, yəni Allahların əmrlərini yerinə yetirərik və qadağalarına çəkinəriksə, artıq biz həyatda da xoşbəxtlik, səadəti əldə edər və eyni zamanda da ailə həyatında. Yəni insana xoşbəxtliyi, huzuru, səadəti qazandıran Allah Teala'da o da itaət sayəsindədir. İtaət sayəsində. Və necə də ki olmasın, itaət xoşbəxtliyə səbəb. Allah Teala buyurur: "Mən amilə salihan min zəkerin əv unsə və huve mu'min, fələnuhiyyənəhu həyatan tayyibə." Hər hansısa kişi və yaxud da qadın iman gətirdiyi halda salih əməl edərsə, biz ona xoş həyat verərik. Biz ona xoş həyat verərik. Deməli, xoş həyatın, huzurun, səadətin mənbəyi, ən əsas amili nə oldu? İman və salih əməl, yəni itaət. Ona görə, ailədə əgər bir insan xoş həyat, huzur, səadət istəyirsə, birinci Rəbbinə itaət etməlidir. Kişidə, qadında. Allahın əmirlərini yerinə yetirməlidir. Və həmçinin evdə iman gətirdikdən sonra ən əsas əməllərdən biri namazıdır. Və hətta namaz qadının kişi üzərində olan haqlarından, yəni kişi bunu buyurmalıdır. Namazı əmr etməlidir. Çünki Allah Teala buyurur ki: "Va'mur əhləkə bis-salati vastabir aleyhə la nes'aluka rizqan nahnu narzuquka vel-aqibetu lit-taqva." Sən ailənin namazı əmr et və bunun üzərində səbirli ol və biz səndən ruzi istəmirik, sənə ruzi verən bizik. Sənə ruzi verən bizik. Deməli, itaət, yəni evdə itaətin bərqərar olması hətta ruzinin də gəlməsinə səbəbdir. Yəni Allah Teala, o ailənin bir evdəki itaət bərqərar olur, o ailənin ruzisinə də zamindir. Səndən ruzi istəmirik, sənə ruzi verən bizik. Deməli, Allah Teala nəyi əmr etməyi buyurur? Namazı. Şəhadətdən sonra ikinci dayağı əmr etməyi buyurur. Amma bizdə isə əksinə, evə gələndə, kişi evə gələndə nəyi soruşur? Yemək hazırdır, çay hazırdır və yaxud da çıxanda paltar tüplənir. Hansı ki, bunlar biraz gecikməsi də mümkündür. Və səbir də edə bilər. Amma ki, namazın bir dənə tərki nə qədər təhlükəlidir. İnsan bir namazı tərk eləməz. O ki, qaldı bütövlüklə qılmaması. Alimlər ittifak ediblər ki, namaz qılmayan adamın günahı adam öldürməkdən böyük günah daşıyır. Adam öldürməkdən böyük, namaz qılmayan insan. Bəziləri deyir ki, əsas məsələ oldu, qəlbin təmiz olsun. Namaz qılmayan insanın qəlbi necə təmiz olsun? İnsanı təmizləyən namazıdır. Əməllər də insanı təmizləyir. Yəni o qəlb paraşokla yolu qoyulmuyor ki ora. Və qəlbin təmizlənməsi üçün itaətdir. İnsanın Rəbbinə boyun əyməsidir. Onun qarşısında əyilməsi, səcdə etməsidir. Əgər insan Rəbbinin qarşısına əyilməzsə, ona ibadət etməzsə, sözsüz ki, başqasının qarşısında əyilir. Şeytana boyun əyir. Yəni Allaha qul olmayan insan istəsə də, istəməsə də olur başqasının qulu. Bu avtomatik belədir. Çünki sənə namazı qıl deyən sənin Rəbbindir, səni yoxdan var edəndir. Namazı qılma deyən və yaxud da başqa günahları sənə əmr edən şeytandır. Artıq avtomatik insan şeytanın qulu olur. İnsan necə izzətlənə bilər şeytanın qulu olmaqla? Bir insanı izzətləndirən Allah Teala'dır və Allah Teala da nəyə görə izzətləndirir? İnsanın zahiri görünüşünə görə yox, surətinə görə yox, bədəninə görə yox, etdiyi əməllərə görə. Çünki bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki: "İnna Allah la yanzuru ila suwarikum və la ila əcsamikum, velakin yanzuru ila qulubikum və a'malikum." Allah Teala sizin surətinizə, zahiri görünüşünüzə, bədənlərinizə baxmaz.
Allah Teala sizin qəlbinizə və qəlbdən doğan əməllərə baxır. Qəlbə və qəlbdən doğan əməllərə baxır. Ona görə əməllər, insanın etdiyi əməllər, yəni namaz qılması, oruç tutması və başqa əmrləri yerinə yetirib qadağalardan çəkinməsi qulluğun zahiri ən bariz göstəricisi sayılır. Ən bariz göstəricisi. Əgər bir insan bilsə ki, mən Allahın quluyam və əməl etmirsə, o sadəcə quru boş iddia etmiş olur. Heç qul da ağasına asi olar mı? Heç qul da ağasına asi olar mı? Görün, nə qədər Allah Teala bizə nimətlər verir, amma insan isə bu nimətlərin hamısını nankörlüklə, asiliklə, küfürlə qarşılayır. Bütün bunlara baxmayaraq, yenə Allah Teala bizə mülayim şəkildə hədəliyir. Və buyurur ki, Yə əyyuhəl insanu mə qarrəkə bi rabbikəl kərim. Ey insan, səni kərim olan Rəbbinə qarşı aldadan nədir? Ey insan, fikir verin, bu xitab kimindir? Aləmlərin Rəbbi sənə xitab edir ki, ey insan, səni kərim olan Rəbbinə qarşı aldadan nədir? Kərim. Əgər bir insan, hörmətli insan sənə yaxşılıq edərsə, sən onu necə qarşılamalısan? Əlbəttə, gözəl şəkildə. Və Allah Teala ən böyük kərəm sahibidir. Sən onu necə qarşılamalısan? Asiliklə, ona qarşı çıxmaqla. Allah Teala bunu xatırladır ki, səni kərim olan Rəbbinə qarşı aldadan nədir? Aldadan nədir ki, onun əmrini yerinə yetirmirsən? Və səni kərim olan Rəbbinə qarşı aldadan nədir ki, onun qadağalarından çəkinmirsən? Və səni kərim olan Rəbbinə qarşı aldadan nədir ki, onunla görüşəcək günü unutmusan, qiyamət gününü unutmusan. Və bundan sonra Allah Teala öz kələmindən bəzisini bizə xatırladır və buyurur ki, Əl-ləzi xalaqaka fəsəvvəkə fəədələk. O Rəbbin ki, səni yoxdan xəlq etdi və sənə gözəl biçim və surət verdi. Yoxdan xatırladır Allah Teala. Yoxdan xəlq etdi, yəni vaxt var idi, sən yoxluq idin. Yoxdan səni xəlq etdi, sənə varlıq nemətini verdi, bu həyatı hiss etmə, duyma nemətini verdi. Əgər Allah Teala istəsəydi, sən heç bu həyatı da hiss etməzdin, duymazdın. Bundan sonra, bu qədər böyük nemətdən sonra yenə Allah Teala bizi hörmətləndirdi, bizi məsuliyyətlə, vəzifə ilə yükləməklə. Nədir o vəzifə? Əmirlər və qadağalar. İnsanın vəzifə ilə yüklənməsi onun hörmətləndirilməsinin əlamətidir. İnsanın vəzifə ilə yüklənməsi onun hörmətləndirilməsinin əlamətidir. Biz heç kim tərəfindən, yox, yalnız Rəbbimiz tərəfindən yüklənmişik. Bunu et, bunu etmə. Əgər biz daşıyarıqsa bunu və nə qədər riayət edəriksə, bir o qədər də o xoşbəxtliyi, insanların arzusunda olduğu səadəti əldə edəcəyik. Yox, bunu yerinə yetirməsək, vallahi tapmayacaq. Və kim Allahdan üz döndərib, nə vaxtsa xeyir tapıb? Elə bir insan var mı? Allahdan üz döndərən insan nə vaxtsa xeyir tapıbmı? Və Allaha tərəf yönələn insan nə vaxtsa xeyirdən məhrum qalıbmı? Bütün xeyirlər insanın Allaha yönəlməsindədir. Allaha yaxın olmasındadır. İnsan, o insan ki, bütün ömrünü keyf damaq içərisində keçirib, 50 il, 60 il, o insan sual versin öz-özünə, yaxud indi biz ona sual veririk. 50 il ləzzət almısan. Hanı dünənin ləzzəti? Dünənin ləzzəti var mı indi hal-hazırda? Onların heç biri yoxdur. Heç biri yoxdur. Amma onlar günah olaraq əməl dəftərində qalmaqdadır. Onlar isə günah olaraq qalıb. Və ona görə insan ayılmalı və indidən dərk eləməli ki, mən haradan gəlib, hara gedirəm. Və bundan başqa bir yerdə, yəni yəqin olaraq, bil ki, heç bir xoşbəxtlik, rahatlıq ola bilməz. Əminliklə. Niyə? Çünki Allah Teala buyurur. Allah Teala
Daha surəsində buyurur ki, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ Kim məni anmaqdan uzaq olarsa, onun güzaranı, onun yaşayışı sıxıntı içərisində olar. Kim mənim zikrimdən, yəni Qur'andan, Qur'anda olanlara əməl etməkdən uzaq olarsa, onun güzaranı, yaşayışı sıxıntı içərisində olar. Yəni o insan istədiyini yesin, ən bahalı yeməklər. İstədiyini geyinsin, ən bahalı paltarları geyinsin. Və istədiyi qəsirlərdə yaşasın, vallahi o insan qəlb rahatçılığını tapa bilməz, xoşbaxt ola bilməz. Və özünüz də bunu təcrübədən keçirin. Və görəcəksiniz ki, neçə insanlar var, milyardların içərisindədir. Qəsirlərdədir, amma üzündən zəhrimar yanır. Niyə? Qəlbində olmadığına görə üzünə də çıxmır. Amma əksinə isə o insan, o müsəlman Allahı qəbul edib ona boyun əyən, su ilə çörək yeyir, deyirsən ki, necəsən? Deyir ki, əlhəmdülillah. Allah həmd olsun, hər şey yaxşıdır. Problemi yoxdur. Hələ bu dünyavi cəzadır, axirət cəzası daha da şiddətlidir. وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى Və biz onu qiyamət günü kör olaraq həşr edərik. قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى وَقَدْ كُنْتُ بَصِيرًا Və deyər ki, Rəbbim, nə üçün məni kör olaraq həşr etdin? Axı mən dünyada ikən görürdüm. Allah Teala buyuracaqdır ki, وَكَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَى Beləliklə, mənim ayələrim gəlib sənə çatdı, sən onları unuttun, bildiyin halda, inanın bilir Quran var. Amma sadəcə Quran rəflərdədir. Parçaya bükülür, toz basır üstünü. İndi də unudulursan. Unuttun, indi də unudulursan. Yəni Allah Teala əsla heç kimə zülm etmir. Zülm etmir. İnsanın etdiyi əməlin növünə uyğun cəza verir. Unuttun, hər şey olduğu halda boş-boş mahnıları öyrəndin, nə bilim şeirlər, poemalar. Amma Allahın kəlamını insan oxumadı. Fikir verin, kiminsə başının məhsulunu, başından çan fikirləri oxuyur, amma Allahın kəlamı isə toz basaraq qalır. Və sonra da deyir ki, biz Allahı sevirik. Ham boş söhbətdir. Allahı sevən, əgər də insan Allaha olan sevgisini bilmək istəyirsə, Qur'ana olan münasibətinə baxsın. Gündə nə qədər Allahın kəlamını açaraq oxuyur. Və onu başa düşməyə çalışır. Əgər sənə qohumlarından bir məktub gəldiyi zaman orada başa düşməyəcəyin bir hərf saxlamırsan, hətta orada bir qaraltı olsa belə, onu dəfələrlə oxuyursan, görəsən o nə demək istəyir. Yəni Allah Teala sənə qohumlarından da, öz yaxınlarından da aşağı mı oldu? Onların kəlamını, yazdığını, məktubunu oxuyursan, amma Allahın məktubunu oxumursan. Və sonra da deyirik ki, başımıza bəlalar gəlir, müsibətlər gəlir. Heç bir şey boş yere gəlir. Heç bir şey boş yere olmur. Çünki Allah Teala buyurur, وَمَا أَصَابَكُمْ min musibətin fəbimə kəsəbət əydikum və ya'fan kəthir. Başınıza gələn hər bir müsibət qazandığınız günahlara görədir. Yenə Allah Teala çoxundan keçir. Yəni Allah Teala müəyyən qədər daddırır ki, insan ibrət alsın, tövbə eləsin. Və insan yaşayır, həyatını yeyir, içir, əylənir. Yəni bu həyat deyil. Şeyxlərdən biri deyir ki, mən həcdə bir Amerikalı vətəndaşla görüşdüm. Artıq müsəlmançılığı qəbul edib. Və ona sual verdim, təqribən belə 40-a yaxın yaşı olardı. Dedim ki, neçə yaşım var? Deyir ki, 6 yaşım var. 6 yaşım var. Dedim, necə yəni 6 yaşım var? Deyir ki, sən mənə həqiqi yaşımı istəyirsənsə, mənim 6 yaşım var. Yəni, mən indiyə qədər, 6 il öncəyə qədər, yəni, heyvan yaşayış sürürdüm. Yəni, İslama gələndən sonra yenidən doğuldum. İslama gələndən sonra yenidən doğuldum. Görün, yəni, o kafirlər onu daha yaxşı başa düşür. Artıq o zülmətdən çıxdığına görə nə qədər küfrün zülmət olduğunu, onun bataqlıq olduğunu,
Qəflət olduğunu başa düşürlər. Amma biz isə bunu eşitdiyimiz halda, bildiyimiz halda bunu dəyərləndirmirik. Bunu dəyərləndirmirik. Və bizdən hətta insanlar var ki, deyirlər, kimdir oradan gələn? Kim oradan gəlir? Deyəndə ki, öləndən sonra dirilmək var. Kim oradan gəlir? Və ona görə deyilir ki, əgər bir insan öləndən sonra dirilməyə inanmırsa, deyir, qoy onda o insan ölməsin. Necə ki, yatırsınız, yatdığınız kimi öləcəksiniz və oyandığınız kimi diriləcəksiniz. Yəni, ölmək sənin əlində olmadığı kimi, dirilmək də sənin əlində deyil. Allah da Qur'anda dirilməyə dair həqiqətlər misallar çəkir. Problem odur ki, Qur'an yenə rəflərdədir. Sadəcə kimsə öləndə yada düşür və Qur'anın da ölü ilə heç bir əlaqəsi yoxdur. Qur'an dirilər üçündür. Qur'an dirilər. Hətta Qur'an Yasin surəsini oxuyurlar ölülər üçün. Yasin surəsinin 70-ci ayəsində Allah Teala buyurur ki, لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا Bu Qur'an diri olan qorxmaq üçündür. Bu Qur'an diri olan qorxmaq üçündür. Və həmçinin orada xitablar kimədir? Dirilərə. Allah Teala buyurur ki, namaz qılın. Oruç tutun. Həcc edin. Kimə aiddir? Ölüyə yox diriyə. Oğurluq etməyin, zina etməyin, içki içməyin, faiz yeməyin. Kimə aiddir? Bütün bu xitablar diriyə aiddir. Amma biz əksinə həyatda ikən açmırıq, öləndən sonra artıq açıq oxunulur. Və Yasin surəsinin axırlarında Allah sana misal çəkir. O insan ki, mübahisə edir. Və buyurur ki, əvələm yərəl insanu ənə xaləqnəhu min nutfətin fəidə huvə xasimun mubin. Məgərdir o insan görmürmü ki, biz onu dəyərsiz damcıdan yaratdıq. Halbuki o, açıq aydın mübahisə edəndir. وَضَرَبَ لَنَا مَثَلًا وَنَسْيَ خَلْقَهِ Və o insan əlində, Peyğəmbər s.ə.v yanına gəlir, əlində sümükləri, çürümüş sümükləri tutur və barmaqları ilə ovur. Və deyir ki, bu sümüklər çürüdükdən sonra onları kim dirildəcəkdir? Allah Teala buyurur ki, وَضَرَبَ لَنَا مَثَلًا وَنَسْيَ خَلْقَهِ O insan, o axmaq, yəni bizə misal çəkir. Amma halbuki öz yaradılışını unudub. Öz yaradılışını unudub. وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَالَ مَنْ يُحْيِ الْعِظَامَ وَهِيَ رَمِيمٌ Kim bu sümüklər dirildəcəkdir? Allah Teala Peyğəmbərə buyurur ki, sallallahu aleyhi ve sellemə قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةً De ki, onu ilk dəfə yoxdan yaradan yenidən qaytıracaqdır. İlk dəfə yoxdan. Hansı daha çətindir? Hansı daha asandır? Allah Teala üçün hər bir asandır. Yoxdan var etmək, yoxsa olan bir şeyi qaytarmaq. Allah Teala hər bir yaradılışı biləndir. Allah Teala hər bir yaradılışı biləndir. Və bundan başqa nə qədər Allah Teala misallar çəkir. Lakin insan və bu cür nankördür. Və o vəziyyətə düşəndə o insandan da yazıq bir şey yoxdur. Amma Allah Teala kifayət qədər dəlillər göndərir ki, insana bəhanələri qalmasın. Allah Teala Quranda buyurur, Rusulən mübəşşirinə və mundirinə liəllə yekunə linnəsi aləllah hüccətun bə'də rusul Biz müjdə verən və qorxudan rasullar göndərdik ki, onlardan sonra insanların Allaha qarşı heç bir bəhanələri qalmasın. Yəni artıq qiyamət gün deməsinlər ki, ya Rab biz bilmədik, nə üçün doğulmuşduq, nə üçün dünyaya gəlmişdik, nə üçün sən bizi yaratmışdın, bunu deməsinlər. Çünki bizə verilən ömür bunları dərk etmək üçün kifayətdir. Allah Teala yenə başqa ayədə buyurur ki, وَهُمْ يَسْتَضِفُونَ فِيهَا رَبَّنَا أَخْرِجْنَا مِنْهَا نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذِي كُنَّا نَعْمَلْ Ey Rəbbimiz, onlar cəhənnəmdə fəryad qopararaq qışqıracaqlar və deyəcəklər ki, ey Rəbbimiz bizi buradan çıxart. Biz etmədiyimiz salih əməlləri edər. Allah Teala buyuracaqdır ki, أَوَلَمْ نُعَمِّرْكُمْ مَا يَتَذَكَّرُ فِيهِ مَنْ تَذَكَّرَ وَجَاءَكُمُ النَّذِيرُ Məgər biz sizə ibrət almaq üçün kifayət qədər ömür vermədikmi? Kifayət qədər ömür vermədikmi? 18 yaş, 20 yaş, 40 yaş, 60 yaş. Yəni bu qədər verilən ömür insana kifayətdir. Dərk eləməsi üçün.
Mən nə üçün gəlmişəm? Allah Teala hikmət sahibidir. Allah Teala bir şeyi boş yere yaradar mı? İnsan özünün düzəltdiyi bir şeyi boş yere düzəltmir. Əgər sən desən ki, sən bu boş yere düzəltmirsən, deyirsən, mən ələ salmışsan, bu qədər əziyyət çəkmişəm, işləmişəm, qapı, əgər qapını əziyyət çəkib düzəldirsənsə, desələr ki, boş yere düzəldirsən, mən ələ salırsan. Yaxşı, sən necə deyə bilərsən ki, Allah Teala boş yere yaradır? Hətta Allah Teala buyurur ki, وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا بَاطِلًا Biz göyü, yeri və arasında olanlar boş yere yaratmadık. ذَلِكَ ظَنُّ الَّذ۪ينَ كَفَرُ Bu küfredənlərin səndidir. Əgər bir insan desə ki, Allah Teala yaradıb da dağlar, göylər, yerlər, elə boş yerə, artıq o insan bu sözüyle küfr edir. Əgər Allah Teala dağları, göyləri, yerləri və arasında olanlar boş yerə yaratmıyorsa, hörmətləndirdiği məxluq olan insan boş yerə elə belə yiyib, içib, işləyib ölməyə yaradar mı? Nə deyirsiniz? Əlbəttə ki, yox. Allah Teala Müminin surəsinin axırlarında buyurur ki, Əfəhəsibtum ənəmə xalaqnakum əbətən və ənəkum iləynə lə turca'un Yəni siz elə güman edirsiniz ki, biz sizi əbəs yerə yaratmışıq, elə belə, yiyib, içib, işləyib ölməyə və ənəkum iləynə lə turca'un və bizə qayıtmayacağınızı mı güman edirsiniz? Fətəaləllahul məlikul haqq Məlik olan, haqq olan Allah Teala bundan ucadır. Nədən ucadır? Bir şeyi əbəs yerə, boş yerə yaratmaqdan ucadır. Və sən yəqin olaraq bil ki, boş yerə yaranmamısan. Sənin yaranmağından uca bir qayə var. Uca bir məqsəd var. Nədir o məqsəd? İbadət. Allaha qulluğunu həyata keçirmək. İbadət deyiləndə nədir? Allahın əmirləri və qadağaları. Yəni Allah Teala'nın əmirlərini yerinə getir və qadağalarından çəkinmək. Yəni fikir verin, Allah Teala içkini haram edib. Və bu qədər halal içkilər var və o içki ki, insanın ağlını örtür, onu haram edib. Allah Teala Maidə surəsi 90-cı ayədə buyurur ki, İnnəməl xamr vəl-meysur vəl-ənsab vəl-əzləmu ricisun min əməli şeytan fəştənibu Həqiqətən xamr, içkiyə nə deyil ərəbcə? Xamr. Xamr ərəb dilində örtmək demək. Örtmək, ərəb dilində yaylığa da ximar deyilir, yəni başı örtdüyünə görə. Və niyə görə içkiyə xamr deyilir? Ağlı örtdüyünə görə. Allah Teala deyir ki, yəni başqa kompotdur, sudur, soplardır, hamısını iç. Amma ağlı örtən içkini içmə. Yəni Allah Teala ağılı insana nemət olaraq verir. Yəni ağıl böyük nemətdir. Və içki içən insan Allah Teala'nın verdiği o ağlın üstünü örtür. Gör nə qədər səfehlik var. Yəni insan tik başlı belə. Ha iç, yəni kimə ziyan toxundurursan, kimə zərər toxundurursan? İçməklə. Özünü gözdən salırsan, püskünə qoyursan və üstəliklə günah qazanırsan və ahirətini itirirsən. Hətta insanlar küfr etsə belə. Allah Teala Kur'an'da buyurur وَقَالَ مُوسَى اِنْ تَكْفُرُ اَنْتُمْ وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا فَاِنَّ اللّٰهَ لَغَنِيٌّ حَمِيدٌ Musa Peygamber dedi ki eğer siz ve yer üzerinde olanların hamısı kafir olsa bile Allah Teala özü özlüğünde tərife layık, hiç kəsə mehtac olmayan. Allah Teala emirler buyurur seni özünden ötürü. İçkini sana qadağan edip ki sen zərər çəkməyəsən. Ve həmçinin imtihandadır insan. Ve həmçinin əmirlər. Əmirlər içərisində Allah'ın ən uca əmri tövhiddir. Yani insan ibadeti yalnız Allah'a etmesi. İbadetini yalnız Allah'a yönetmesi. Daşa, ağaca, qəbir, pirlərə yox. İbadət kimi olmalıdır? Allah'a. İbadət kimin haqqıdır? Allah'ın haqqıdır. Ama biz Müslüman olduğunu dediğimiz halda ama ne kadar insanlar vardır ki pirlerden istiyor. Sizlere meşhur pir hansıdır? Ha. Uveys Baba, Uveys El-Qarani muhadram olur. Muhadram yani sahabelerin dövründe yaşayıp, yani peygamberin dövründe peygamberi görmeyen adama deyilir. Peygamber salsam görmüyor. Yani çok yani elbette ki evliya bir insan olur. Ama bura gelip çattığında tarihte ispat yoktur. Yani bir neçə yerdə qəbri var. Yani laf olsa da belə evlat veren kimdir?
yağış yağdıran, ruzi verən. Allah da Quranda Həc surəsində açıq aydın misal çəkir və buyurur ki: "Ya eyyuhan-nasu duriba masalun fastami'u lahu." Ey insanlar, bir misal çəkildi, ona diqqət edin. "İnnellezîne ted'ûne min dûnillâhi len yahluqû zubâben velâv ictema'û lahu." Sizin Allah'tan qeyri çağırdıqlarınız, bütün pirlər, babalar, bütün babalar, hamısı bir araya gəlsə belə, bir milçək nədir onu yarada bilməzlər. Bir milçək yarada bilməzlər. Sonra Allah Teala buyurur: "Ve in yaslubuhumuz-zubâbu şey'en lâ yestenqidûhu min." Əgər o milçək o babanın üstündən, o pirin üstündən bir şey götürərsə, o milçəyin götürdüyünü geri ala bilməz. "Da'ufat-talibu vel-matlub." Allah Teala buyurur ki, istəyən də aciz, istənilən də aciz. "Mâ qadarullah haqqa qadri." Allah layiqincə qiymətləndirmədilər. Allahı lazımınca dəyərləndirmədilər. Yəni bu birbaşa Allaha söyüşdür. Allaha aid olan bir şeyi Allahdan qeyrisinə insanı yönətməsi, Allaha aid olan bir şeyi Allahdan qeyrisinə yönətməsi birbaşa Allaha təhqirdir. Ona görə şirk qoşan insan, müşrik insan Allahı söyən qəlb daşıyır. Allahı söyən qəlb. Yəni bundan da açıq insan nə istəyir? Açıq aydın, yəni o ölünün, o babanın sənə ehtiyacı var. Sənin babaya ehtiyacın yoxdur. Çünki sən dua edə bilirsən. Sənin duan sayəsində o rahatlana bilər. Amma onun əlində heç nə yoxdur. Və bu dərəcədə Allah Teala misallar çəkərək açıqlayır. Amma yenə insanlar, biz müsəlmanıq, amma yenə öz şirklərindən və başqa asiliklərindən geri qalmırlar. Və belə olduğu halda necə müsibət gəlməsin, necə torpaqlar alınmasın. Hiçbir şey boş yer, bu torpaqlar boş yere alınmıyor. Boş yere alınmıyor. Əgər, məsələn, erməni deyir ki, mən kafirəm, Hristiyan. Əgər bu bir tərəf deyirsə ki, mən müsəlmanam, bu içkisini də içir, zinasını da edir, şirkini də edir, namazını da qılmır. Ermənidə də həmçinin. Və yəni belə olduğu halda qələbə hansı tərəf olur, o bir tərəf olur. Yəni bu aydadır ki, özünün kafir olduğunu adlanır. Bu isə müsəlman olduğunu iddia elədiyi halda ondan fərqlənmirsə əməllər baxımından necə zəhər gəlsin, necə Allahdan yardım gəlsin. Allah Teala buyurur ki, "İn tansurullaha yansurkum və yuthabbit aqdamakum." Əgər siz Allaha yardım etsəniz, onda Allah sizə yardım edər və qədəmlərinizi sabit edər. Yəni Allaha yardım nədir? Allahın əhkamlarını yerinə yetirsəniz, əmirlərini yerinə yetirsəniz və qadağalarından çəkirsəniz. Ona görə əmirlərin içərisində ən əzəmətli əmir nə oldu? Tövhid. İnsan ibadəti, bütün ibadətini Allaha yönətməsi. Qurban kəsdiyi zaman qurbanı Allaha kəsməsi, Allah üçün kəsməsi. Və həmçinin istədiyi zaman, kömək istədiyi zaman Allahdan istəməsi. Övladdır, şəfadır, ruzidir, yağışdır, bütün bunlar hamısı əlində olandan istəməsi. Və həmçinin Allah Teala bu günahın böyük günah olduğunu, bağışlanmayan bir günah olduğunu yəni Quranda zikr edir. İnnallâh lâ yagfirən yüşraka bih və yagfir mâ dûne zâlike limen yeşâ. Allah Teala özünə şərik qoşanı bağışlamır, aşağı günah ondan aşağı olan günahları istədiyinə bağışlayır. Və həmçinin insanın əbədi cəhənnəmə düşməsinə səbəbdir. Və bütün əməllərinin batil olmasına səbəbdir. Ona görə insan başlamalı özünü düzəltməyə birinci tövhidlə, yəni tövhidlə özünü kamilləşdirməli, ibadətlərin hər birini Allaha yönətməli, and içdiyi zaman Allaha and içməli və nəziri etdiyi zaman nəziri Allaha olmalı, babalara, falan kəslərə yox və bütün ibadətlərin hər birini də Allaha yönətməlidir. Və sonra yayılan şeylərdən nədir? Aslan şeylər, göz muncuğu və həmçinin nəbin dağdağın ağacı, nal, kəllə, bütün bunların hamısı şirk sayılır. Çünki şəriətdə səbəb olduğu bir şey ispat olunmuyorsa, onu səbəb tutma artıq şirk olunur. Və ondan sonra yayılır falçılara getmək. Falçıya getmək, yəni qeyb elmini iddia etmək küfürdür. Əgər bir insan desə, sabah nə olacağını bilir,
qeybdə olan bir şey bilir, o kafir olur. Və ona inanan da kafir olur. Peyğəmbər sallallahu aleyhi ve sellem onu bilmirsə, başqa kimsə bilə bilər mi? Əgər mən bilsəydim, çoxlu xeyirlər görərdim. Mənə pislik toxunmazdı. Araf surəsində keçər. Əgər Allahın Rasulü bunu bilmirsə, başqa bu şarlatanlar, fırıldaqçılar hardan bilə bilər? Deməli, biz günahlardan çəkinmədikcə, mən xoşbəxt həyat əldə edə bilməliyik və həmçinin müsibətlərdən də qurtara bilməliyik. Başı üzrə çox ağırlıqdır. Allah da iştifalarına etsin. Allah da ilə qardaşımızı ailəsiyle birlikdə həm dünya və həmçinin ahirət saadətlə qoyuştursun. Yəni Allah da xalqımızı hidayət etsin. Hidayətdə olanları sabit eyləsin. Bizi irələdikdən sonra geriləməkdən qorusun və həmçinin hidayəti gəldikdən sonra azmaqdan. Çox sağ olun. Esselamu aleykum. İxlasla.com saytı tərəfindən təqdim olundu.